Mən Dəmirov Qurbanxan Əbdəsənoğlu 1991-ci ildən Ulu Öndərin ideyalarını yaşayan el ağsaqqalı, sahibkar, uzun illərin sahibkarı, ən ağır sahədə, neft sənayesində zafravka deyilən məsələdə çalışıram. Bir yüngül məsələmiz olub, Şirvan şəhər bələdiyyəsindən uzun müddətli dayanacaq yeri götürmüşük. 30 ildir bu davam edir. Yalnız işləyib, gedib biz götürmüşük. Və bizdən bir şikayət olmuşdu gün ki, orada zınaklar qoyulub. Bu zınaklar da bu ayna da təzə yaranıb da. Bu da 20 ildir, 25 ildir o şeydir. Aynanın Şirvanda olan regionalın müdürü Elsəvər müəllim dedi ki, o bizim baş idarədən qeydiyyatdan getməyəcək, bu zınakları götürdürür. Zınakları gəldilər, götürdülər, sülh məramlı, biz də ona yolu verdik. Belediyenin sədri İlham Səfərovun qolu ilə qanunu biz ona götürürük. Ayda 300 manat ora pul köçürürük. Dayanacaq var. İndi bu rayonlarda o dayanacaqlar da dövlət tərəfindən gecilmir də, biz tərəfindən. Yerli sahibkarlar tərəfindən. Aparıb müraciəti təsdiq etdirmişəm, keçdirmişəm orada. Keçən ay 15 gün müddətə cavab verməli. Çox təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Bir ayı keçib. Cənab Rəşad Nəbiyev, siz bilirik tələbkar nazirsiniz. Bu indi Ana Rızayevdə maşallah da indi o sədri onun qəbuluna düşmək mümkündür. Çox təəssüflər olsun ki, rəhbərlərin qəbuluna düşmək olmur. Çox pis haldır bu. Mən bunu qəbul eləmirəm. Bir ağsaqqal qatı edəsi kimi. Ged orada dur qapının ağzında mühafizə dayanıb. Saatlarla Şirvandan ged, xəstə 50 adam gözləməlisən ki, rəhbərlik qəbul etsin. Sual olunur, bir aydan artıq keçib. Bu məsələ nə boyda şeydir ki, bu həllini tapmır. Cənab Rəşad Nəbiyev, sizə deyirəm. Ana Rızayevə nəyə göstəriş vermirsiniz ki, bələdiyyədən müraciət olub, 8 dənə qoşma sənədlərlə, bütün sənədlər hamısı yerində. Nədir onu həllini tapmır? Ayı keçib, ayı keçib. Azərbaycanda qanun var. Qanun şahdır, şah qanunu ola bilməz. Niyə bunun vaxtacan həllini tapmır, ayı keçib? Nədir orada bir dənə plakat, zınaq qoymağa, onu məsələni oradan atırlar, buradan ora. Niyə? Səbəb nədir? Hörmətli Rəşad Nəbiyev, siz ağsaqqal kimi 70 yaşa keçmiş qatı edəsi müraciət edir. Sizdən Ana Rızayevə göstəriş verin. Onun idarəsinə, Nərmanov polisinin yanındakı idarəyə gəlirsən orada saatlarla yaşlı 50 adam, pensioner əlin, gəlirəm qəbula düşə bilmirəm. Dəmir qapı dərbət deyir ki, ora. Niyə sahib ki, cənab prezident deyir, mən xalqımın xidmətçisiyəm. Rəşad Nəbiyev, sizdən narazılığım yoxdur. Ana Rızayevdən narazılığım var. Siz ona göstəriş verin ki, niyə Azərbaycan qanunları pozur, konstitusiya maddəsini? Ay keçib, hələ də onu atır yarandan fakt göstərir. Bundan belə oldu, bunu oldu. Bələdiyyə sədri şəhərdə ikinci adamdır. Bələdiyyə və nədən dolanmalıdır? Bələdiyyə verir cariyə, arendaya verir, oradan pul yığır. Bəzi işlər görür. Yol cəhdirir, onu cəldir, bunu elə Qurban bayramında 30 nəfərə qurban payı verilir. Hardan verməlidir o? Bizi kimi sahibkarlardan qanunu pulla köçürmək köçürdüyüm, onlar da ona istifadə eləmədi. Ana Rızayevə xahiş edirəm, göstəriş verir. Niyə Azərbaycan qanunu pozur bu adam? Ayna ilə bək gedir, nə istəyir o eləməlidir? Kim arxayıdır? Ölkəmizin birinci şəxsi var, prezident var, İlham Əliyev cənabının arxayı. Sahibkara arxa dayaq durmalıdır, vergi veririk biz, dövlətə kömək edirik. Niyə bu bir ayı keçib bunun haqqında tədbir görmür? Argumentlər gətirir, cürbəcir yalandan. Bir dənə qol çəkməlidir, plakatın pulu köçürməli, gətirib orada regional var, Şirvanda regional. Gəlib onların mütəxəssislərin əleyhinə orada plakatı qoymalı, dayanacaqsın. Xahiş edirəm, çox uzun danışmayayım, bu vaxtda tədbir görülsün. Kim bu qanunu pozub, onun haqqında xahiş edirəm, ona töhmət verilsin. O, bir daha belə bir müraciətlərə tez və dərhal cavab versin. Da ayı keçməməlidir, 2-ci ayı, 3-cü ayı. Çox sağ olun, minnətdaram. Mən deyirəm ki, Rəşad Nəbiyev obyektiv nazirdir, sözün deyəcək, məsələm də müsbət həll olacaq. Bu başdan sizə minnətdaram.